Kırgındı, davadır, burada millət bir-birini öldürür. Yaşasa dedim getmə. Ana var, eynəyə get. Binəqədi rayonu Sultəpə qəsəbəsi 11-ci döngə yeni adı ilə Ulduz küçəsindəyik. Burada yağışdan sonra vəziyyət belədir, dözülməzdir. Yollar, həyətlər, evlər suyun içindədir. İnsanlar evdən çölə çıxa bilmir və yaxud da çöldəkilər də evə gedə bilmir. Səhər tezdən zəng eləyib bələdiyyə, kənd soveti, heç kim gəlib kömək eləmir. Hamının evi suyun içində, heç kim çölə çıxa bilmir qapısından. Evimiz bütün 3 evim var, 3'ü də dolub. Mümkün deyil yaşamaq. İndi mən neynim? Qayıdan xəttimizə göndərilən video bizdən təxminən 20 metr aralıda çəkilib. Hazırda yolda suyun vəziyyəti o həddədir ki, biz tam ora yaxınlaşa bilmirik. Kırgındı, davadır, burada millət bir-birini öldürür. Buna baxın siz Allah, millət bir-birini öldürür burada. Biz qalmışıq burada çarəsiz vəziyyətdə. Bir nə davasıdır burada? Bilmirəm, kişilər dalaşır da, neynəsinlər? Niyə dalaşırlar ki? O tərəf qoymur su keçsin. Dalaşır, deyir açma bura. Sizə dolsun, bizə yox. Burada qabaqda qonşu yolu bağlayır, deyir buranı gəlsin. Mən heç kimdən qorxmuram. Bağlayıb, bənd vurub, suyu qaldırıb göyün bir qatına. Kanalizasiyada gücü satmır. Yəni o yol necə bağlayıb? Nəylə bağlayıb? Qabağında ev tikib, gəlib. Alıb torpaq, gətirib betonluyub, asfaltda töküb, deyir ki, mən buradan, yəsi buranın mənəm. Mən buranı qoymayacağım sizə yolu. Suyun qabağını alan var, zabor da evi bağlayıb, traktor gəlmişdi, göy zaboru söksün. Orada da cəmaatın zaboru da belə deyək, mübahisə bunun üzərində yaranıb. Belə zabor var, suyun qabağını alıb sökmək istəyiblər, qonşu narazılıq bildirib. Ötəçə olsun ya. Elə də çək. Yaşasa dedim getmə. Ana var, eynəyə get. Nə gəlsən, ön yıxılmasın. Hadi Elşaddır, Elşad. Tarix aliyedinə gəl Elşaddır. Biraz yağış yağan kimi demək olar ki, Bakının əksər kənd və qəsəbələrində belə vəziyyət yaranır. Bu da son illər paytaxtdan kənarda kör-körənə tikilən evlər, salınan qəsəbələr və kanalizasiya xəttinin olmaması ilə bağlıdır. Bu gün vəziyyət belədirsə, sabah və yaxud da biri gün daha böyük fəsadlar ola bilər. Hər il belədir, bütün qışı belə oluruq. Uşaqlar ümumiyyətlə evdən, nəinki uşaqlar, heç maşınlar da düzülüb hamısı, bütün hamısı bura yola. Heç evinə gedib çıxa bilmirlər. Keçən il qışda da fövqəladə gəldi, bura kimi bütün su idi. Xilas edicilər gəldi. Hamısı güclə evokasiya elədilər, oradan cəmaatı çıxartdılar. Göz qabağında da vəziyyət. Hər qışımız belədir. Traplarda su vurur hamının heytinə. Evlərin altı hamısı sudur, divarın əmişdiyi, uşaqlar hamısı xəstəliklə böyüyür burada.